Salam uşaqlar, bu günlər sizlərlə qabiliyyət imtahanı ilə bağlı beyninizdə yaranan sualları cavablandıracaq. Post atmışdım və postda da qeyd etmişdim ki, qabiliyyət imtahanı ilə bağlı nə sualınız varsa verin. Çoxlu sualları var, əlimdə ümumi suallar var, onlara bir-bir baxacaq. Bunu da deyim ki, yəni bilirsiniz ki, buraxılış balı əsasında, bir də qabiliyyət imtahanı əsasında siz rəssamlığa, təsviri sənətə, dizaynerə və X 5-ci qrupa daxil ixtisasları seçə bilirsiniz. Əlbəttə ki, digər qruplarla yanaşı 5-ci qrupu da bonus olaraq seçə bilirsiniz. Çox da video uzatmayaq, birinci sualımızdan başlayaq. Qabiliyyət imtahanı nə zaman olur və qabiliyyət üçün qeydiyyat keçmək lazımdırmı? Bir də yazıb rəsmin əla. Deməli, qabiliyyət imtahanında əlbəttə ki, uşaqlar yay ərəfəsində olur. Qeydiyyatı da bir ay əvvəl olur. Bir qeydiyyat bitdikdən sonra müddətlər yaranır. Yəni, şəxsi kabinetində sənin yazılır ki, falan qeydiyyatdan keçdiyin, hansından qeydiyyatdan keçmisənsə, onun müddəti açıqlanır və bir vərəqi çap et yazılır. Çap edirsən, avtomatik onunla da imtahana girirsən. Neçədən imtahana girəcəksən, hansından qeydiyyatdan keçəcəksən, artıq o səninlə bağlıdır. Bir də əlavə məndə sual vermişlər ki, müəllimə, mən ödənişliyim olur qabiliyyət imtahanı. Bəli, uşaqlar ödənişli olur, bilməyənlər, çoxu bilməyənlər olur. Elə bilirlər ki, ödənişsiz olur. Necə ki, buraxılışa ödənişsiz formada girirsiniz. O ödənişsiz olmur. Birinci iliniz olduğuna görə bir dənə seçirsən qabiliyyət imtahanı, məsələn, dizayner. Ödənişsiz olur. Amma sən sırf təsviri sənətə də sənəd versən, dekorativ tətbiqi sənətə də versən, avtomatik onlara ödənişli olacaq. Ödənişli də 40 manat olmalıdır. İldən ilə artır. İndi mənim bildiyim 40 manatdır hələlik. Yəni, belə bir halda var. Digər sualımız isə dizayner maaşı neçədir? Uşaqlar, vallahi bilmirəm. Mən özüm dizayner deyiləm. Amma bunu deyim ki, hər bir peşədə müəyyən bir məbləğlə pul qazanırsan. Qazandığın məbləğ sənin istedadınla da bağlıdır. Sən o sənətdən baş çıxarda bilirsənmi? Müəllimlik məsələn deyirlər 500 manat alacaqsan, o heç nəyə bəs eləmir. Amma mən elə müəllim tanıyıram ki, 1000-dən çox pul olur və o qədər hər şey sistemə salıb ki, həqiqətən sənəti ilə, işi ilə də həm hörmətlidir, həm yəni çox şeylər var. Sən müəllimlik peşəsini qırağa atırsansa pula görə, bir şey pula görə ölçməyin. Biz zaten bu pula görə işləyirik deyə vaxtımızı, hər şeyimizi, psixoloji cəhət hər şey pulundan əvəz edirik. Bəzi şeylər var ki, yəni oturaq düz danışaq, yəni onun pulundan ala bilmirsən. İnsanlıq olsun, dostluq olsun, müəyyən şeylər. Pulla əlbəttə ki, yəni çox da danışmayım bu barədə. Əlbəttə ki, pul önəmlidir, vacib bir şeydir. Amma bəzi şeyləri də unutmamaq lazımdır. Sən istedadlı olduğun bir sahəni əgər bacarırsansa, çalışırsansa, zaten pul gələcək. Sən pula fokuslansan, o pul gəlməyəcək. Bəzən deyirlər, manifestləyin, pulu düşünüm. Yox, sən öz işinə fokuslan. Etdiyin işi həqiqətən möhtəşəm uğurlu edirsənsə və bunu düzgün formada çatdıra bilirsənsə, öz qədrini, dəyərini bilirsənsə, sənə zaten pul gələcək. Nəsə, bu pul söhbətini qoyaq qurağa. Maraqlı bir sual idi. Sənin sənət müəllimliyi ixtisasına görə hansı dərsləri vacibdir? Dərslər vacibdir deyəndə uşaqlar buraxılış imtahanı. Bilirsiniz ki, Azərbaycan dili, riyaziyyat, bir də xarici dil. Xarici dil rus ola bilər, alman ola bilər, fransız ola bilər, fərq etmir. Ümumi bunlar 300 ballıq əsasında götürülür. Yəni, qabiliyyət imtahanı tələb edən bir dənə də ixtisasımız var, memarlıq. O birinci qrupdan gedir. Bu söhbətdən biraz qırağa gelirdi. Yəni, 5-ci qrup deyəndə avtomatik biz buraxılış imtahanı başa düşürük. Hər nəysə, bir dənə uzun bir dənə sual görürəm. Dizayner olmaq istəyirəm, amma qabiliyyət imtahanı gözümü qorxudur. Deyirlər, uşaqlıqdan rəsm kursuna getməlisən falan. Keçə bilməyəndə 10.000 manat niyə pul verir? İlə keçmək olurmuş. Bu barədə danışarsınız, sevinərəm. Bu pul söhbəti. Uşaqlar, qabiliyyət imtahanı pul keçir-keçmir. Müəyyən mən bəzi şeylərə şahid olmuşam. Demək istəmirəm burada. İnanın ki, o pullar, aldıqları pullar burunlarından gələcək. İllərcə əziyyət çəkən bir uşaq bu sənətin dalınca gedir və uğur əldə edə bilməyibsə, pulla girib, o ixtisasa yenə pulla oxuyursa, məncə o ixtisasdan o xeyri görməyəcək. Dizayner nə qədər pullu bir ixtisas olsa da, gəlirli bir ixtisas olsa da, müasir dövrümüzdə də, yəni dəbdəb olan bir ixtisasdır deyək də, yəni biraz məşhurdur. Bir vaxtlar dizaynerə heç nə baxan insanlar, müasir dövrümüzdə isə dizayn tələbatı çoxdur. Bu reklamda ola bilər, hər şeydə dizaynı bizə əhatə edən hər şey deməkdir. Bu adi fırçanın, bunu da bir rəssam işi, bunu da bir dizayner, bunu dizayner verir.
Demək istədiyim olur belə hallar, amma bunu bilin ki, istedadlı, bacarıqlı bir insanı heç vaxt belə şeylər dala çəkməyəcək, çəkə bilməz də. Yəni belə bir şey də deyim ki, uşaqlar, məsələn, mən özüm 2 dənə imtahanda iştirak etmişəm, birindən 9 almışam, birindən 10 almışam. Qəpik belə verməmişəm. Sadəcə qeydiyyat keçmək üçün o demişdimmi, o məsələ olub. Vsyo, məndən əlavə bir pul çıxmayıb, bir də yol pulu. Pul çıxmayıb dedikdən sonra, hə də yol pulu zaten mən alıb 10.000 falan verməmişəm. İstedadlı olmuşam, neçə il əziyyət çəkmişəm və haqqımı da almışam. Halbuki müəyyən səbəblər oldu. Təsvir sənətə qəbul oldum. O da böyük bir hekayə. Ha belə. Yəni gözün qorxmasın. Qorxmaq ehtiyac yoxdur. Yəni əgər bir şey istəyirsənsə və çalışırsansa, o səni gəlib tapacaq. Əgər sən sadəcə istəyərək qalırsansa, o heç vaxt səni tapmayacaq. Bunu da deyim. Şahanə deyir ki, rəsmlərə baxıram, nə zaman gələcək. Uşaqlar, mən hər dəfə bazar günü atıram. Elə vaxt olur ki, ikinci günü düşür ya da hissəyə bölürəm. Tam da dəqiq deyə bilməyəcəm Şahanə. Çünki elə vaxt olur ki, mənim də indi vaxtlarım yəni vaxt məhdudiyyəti olur, çatdıra da bilmirəm. Amma inşallah bazar günü ya da ikinci günü olacaq inşallah. Neçə yaşınızdan rəsm çəkirsiniz? Neçə yaşımdan desəm, yəni karandaşı əlimə tutduğum, öyrəndiyim vaxtdan bəri rəsm çəkirəm. Amma rəssam olaraq desək, professional olaraq isə 9 sinifdən başlamışam uşaqlar. Siz çox çətin olur. Ha, sizcə çox çətin var, yoxsa yox? Uşaqlar, hər işin bir çətinliyi var. Heç kim bir dəfəlik heç nə uğur əldə edə bilmir. Yəni bir sözlə xalva deməklə ağız şirin olmur. Müəyyən çətinliklər olur. Zaten çətinlik varsa asanlıq da var, asanlıq varsa çətinlik də var. Müəyyən bir çətinlik bir vaxta qədər olur. Rahatlıq da bir vaxta qədər olur. Hər şeyin ömrü qısadır. Əsas hədəfinizə fokuslanın. Bir şey çətinliyə olar, mən edə bilmərəm düşünməkdənsə, hədəfinizə fokuslanın. O daha da sizə güc verir, belə deyim. Salam, imtahan müddəti nə qədər olur və ləvazimatlar özünüzlə gətirməliyik, yoxsa orada verilir? Uşaqlar, ləvazimatlardan sadəcə vərəq orada verirlər. O da piçatlanmış formada, möhürlənmiş bir vərəq olur. A2 formatda olur. Yəni, indi baxırda hansı ixtisasa gedirsiniz. Məsələn, sən kollecə verirsənsə A3 format olur. Formatları da öyrənin uşaqlar. A2-də elə bir 2 dənə A3-ün birləşməsidir. Məsələn, ləvazimat olaraq özündən karandaş götür. Karandaşın bir çox nömrələrini götür. HB götür, H götür. Tünd karandaşlardan da götürə bilərsən, amma çox da tünd qaralama eləmə, bu balığı salacaq aşağı. Tonlamaya fikir ver. Yəni, ümumi şeylərdir də, yəni. Orada sadəcə, məsələn, əfalın pisləşdirsə, orada su zad verirlər, dərman zad verirlər. Yəni, orada hər şeyi uşaqları nəzarəti, təhlükəsizliyini qorumaq üçün hər şey eləyirlər. Sadəcə hava isti olur, onun üçün də ventilatoru qoyurlar. İndi bilmirəm, oradakı mənim vaxtımda ölürdük istidən də, yəni. İndiki zamanlarda, yəni indiki dövrümüzdə, yəni qabiliyyət imtahanında şey eləyirlər. Uşaqlar nə istəyirsiniz gətirə bilərsiniz yemək barəsində. Yəni həm istirahət eləyə. Onlar heç də sizə qarışmırlar. İstəyir ki, deyir uzana çək də, yəni əsas odur çək və işi yekunlaşdır. Heç kimə maneçilik törətmə, heç kimə bir problem yaratma, meşatçılıq etmə. Öz işini yekunlaşdır. 6 saat ərzində bitir. Bu məsələn təkcə dizayna aiddir 6 saat. Bəzi ixtisaslarda 3 saat olur, bəzilərinin əksəriyyətində təsvir sənətinin əlimində məsələn 3 saat olur. Dizaynda 3 saat olmur, 6 saat olur. DTS-də məsələn 2 mərhələ olur imtahan. Məsələn, antik başda 6 saat, ikinci mərhələsində isə rəngkarlıqla bağlı olur. Yəni naturmortu, akvarellə işləyirsən, onda isə 3 saat olur belə. Deyəsən uzun oldu. Nə aparmaq lazım? Bir dənə ümumi suallar görürəm. Məqbul barəsində danışıb, pulsuz nə qədər olur, dizayner. Uşaqlar, pulsuz çox da konkret dəqiq bilə bilmərəm. 200 plus yığmalısınız. Bir də indi qərara əsasən 6 da alsan, əsas sənin buraxılışına, balına baxılır. Yəni 6 bariyeri keçdikdən sonra ödənişsiz qəbul olursan və 200 plus yığmalısın. 250 də ola bilər. İndi universitetdən universitetə də fərq eləyir axı. Nə yazılıb? Salimə, mən necəsiz? Hə, yəqin çaşır. Eşitdiyimə görə nə qədər yaxşı rəssam olursan, ol, pul verməlisən. Sizcə elədirmi? Uşaqlar, dedim də o barədə pul söhbətində, nə qədər istedadlı olursan, ol, Allah Taala çəkilən əziyyəti heç vaxt yerdə qoymur. Mütləq o əldə edirsən. Pul söhbəti də olur. Təəssüf ki, o da bəzi məqamlarda ağını çıxardıblar, belə deyək də. Amma istedadın qabağını heç kim bağlaya bilməz. Yəni
Sən əgər həqiqətən 6-lıq işləyirsənsə, onlar 5 verə bilər. Amma sən 10-luq bir iş işləyirsənsə, 9-luq bir iş işləyirsənsə, onlar sizi kəsə bilməz. Yəni bunu deyim. Yəni imtahan müddətindən ümumi suallara baxıram. İmtahan müddəti nə çəkilir, belə suallar vermisiniz. İmtahan müddəti dediyim kimi dizaynda 6 saat, təsvir sənət müəllimliyində 3 saat, DTS-də 2 mərhələli olur. Birinci mərhələdə antik baş heykəl olur. 6 saat vaxt verilir. İkinci mərhələsində isə naturmort verilir. Akvarel texnikasını işləyirsiniz. Ona da 3 saat vaxt verilir. Məsələn, təsvir sənət müəllimliyində dediyim kimi 3 saat vaxt verilir. Bir də nə çəkilir deyiləndə, antik bilirsiniz ki, dizaynda antik baş heykəl olur. Avqust, Venera, Diana və Qatemellat olur. DTS-də də o olur. Amma ikinci mərhələsində isə akvarel texnikasına dediyimiz kimi naturmort verilir. Rəngli parçalarla qab, meyvə olur. Dizayn, elə bir təsvir sənət müəllimində isə fəza fiqurları olur. Suallarınız bu qədər idi uşaqlar. İnşallah faydalı bir video olmuşdur. Dedim ki, belə bir videolar gəlsin. Çünki əksər uşaqlar mənə artıq isti-istidən bu sualları verməyə başlayırlar. Səbəbi nədir? Artıq buraxılış imtahanı da yaxınlaşır ona görə. Uşaqlar buraxılış imtahanı verdikdən sonra artıq qabiliyyət yadlarına düşür, belə deyək. Mən əksər tələbələrdə də eşitmişəm də 4 ay hazırlaşan var, 3 ay var, 2 ay var. Bəxtləri gətirib deyim, istedadlar, çalışıblarmı deyim, onlar əldə ediblər. Amma mən tövsiyə etmirəm. Nə qədər gedirsiniz, gedin, amma bir müddət getməlisiniz. Çalışqansansa, sevirsənsə bu sənəti, sənə nə qədər vaxt verilirsə verirsən, sən özünü öldürərsən, çabalamaq üçün hər şey eləyərsən. Necə deyirlər, qabağına bir dağ qoysalar, sən o istəyin, arzun, çalışqanlığınla, o hədəfinlə o dağı yarıb keçə bilərsən. Amma indi insandan insana fərq var da, yəni mən deyə bilmərəm ki, uşaqlar sizə 3 ayda belə-belə eləyin, siz möhtəşəm olacaqsınız deyə bilmərəm. Çünki hər kəsin istedadı, bacarığı, bir sözlə iradəsi fərqli olur. Çox da videonu uzatmayaq, digər videolarımızda görüşənə dək hələlik.